Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah işlerinizi avan dilesin. Akşamınız da hayırlı olsun. İlerideki söhbətin davamını edirəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Əgər bir dəstə insan bir məclis düzəldib, orada Allah Teala'nın adını yad etməsələr, yəni yada salmasalar, adını çəkməsələr, Allah'a zikir deməsələr və Peyğəmbərlərinə salam göndərməsələr, orada onlara ziyandan başqa bir şey gəlməz. Deməli, bir məclisə Allahın adı ilə toplanmalı və Allahı yad etməklə məşğul olmaq lazımdır. İmam-ı Sadiq əleyhissalam buyurmuşdur, əgər bir dəstə məclis düzəldərkən Allah Teala'nı və bizi zikir etməsələr, qiyamət günündə bundan ziyan çəkərlər. Atam buyurmuştur, bizi yad etməmək, şeytanı yad etmək deməkdir. Peyğəmbər salavatullah buyurmuşdur, əgər bir dəstə bir yerə yığılıb Allahı yad edirlərsə, asimandan bir carçı onları səsləyər. Qalxın, sizin pislikləriniz yaxşılıqlarla əvəz oldu. Hamınızın günahı bağışlandı. Əgər yer üzündə bir dəstə Allah'ı yad edirlərsə, onlarla birlikte mələklər də burada iştirak ederler. İmam-ı Muhammed Baqir aleyhissalam buyurub, hər kəs öz əcrini tamamlamaq istəyirsə, məclisdən qalxanda desin, Sübhanə Rabbikə Rabbil İzzəti əmmə yasifun və selamun aləl mürsəlin və elhamdülillahi Rabbil aləmin. İmam-ı Sadiq aleyhissalam buyurmuşdur, sözsüz ki, qəflətən gələn bəla möminə də, kafirə də yetişər. Lakin zikr edənə yetişməz. Ən uca dərəcələrə zikr edənlər malikdirlər. Əhməd İbni Fəhd Peyğəmbər sallallahu nəql etmişdir. Bilin ki, Allah yanında sizin ən yaxşı, ən pak və ən uca dərəcəli olan əməliniz Allahı yad etməkdir. Allah Teala buyurur ki, kim məni yad edərsə, mən onunlayam. Allah Teala'nı gizlində yad etmək. Əli əleyhissalam buyurmuşdur. Allahı gizlində yad edən əslində onu çox zikir etmiş kimidir. Çünki elə münafiqlər var idi ki, Allahı aşkar yad etsələr də gizlində unudurdular, yəni qəlblərində demirdilər. Buna görə də Allah Teala buyurur, onlar özlərini insanlara göstərər və Allahı çox az yad edərlər. Elə ki, tək oldular, yəni Allah yadlarından çıxar. Gizli zikir odur ki, insan xəlvətdə günahla üzləşir. Bununla yanaşı Allahı hazır bilir. Onu xatırlayaraq günahı tərk edir. Hazır bilir, yəni bilir ki, Allah Teala onun yanındadır və ya onu görür. Yaxud gecə yarısı cəmaatdan məxfi ona ibadət edir. Mələklər arasında zikir edənin məqamı. İmam-ı Sadiq əleyhissalam buyurmuşdur ki, Allah Teala belə xitab edər. Ey Adəm övladı, məni yad et ki, yəni məni yadınıza salın ki, mən də sizi yadıma salım. Ey Adəm övladı, məni gizlində yad et ki, mən də sizi gizlində yad edim. Ey Adəm övladı, məni göz qabağında və insanlar arasında yad et ki, səni mələklərdən də üstün olan cəmiyyətdə yad edim.
Hazreti Ali aleyhisselam buyurmuştur. Ben çobanım, cemaatin çobanı. Hiç görmüşsünüz ki çoban öz sürüsünü tanımasın. Ondan soruştular, ya emir-el müminin, senin sürün kimlerdir? Hazret cevap verdi. Üzleri ve sarı parlak olanlar ve Allah'ı çok zikir etmekten dodakları solanlar. Zikri 5 yere bölmek olar. Dil zikri. Birinci dil zikri. İnsan her halda diliyle zikri edebilir. İmam-ı Sadık aleyhisselam buyurmuştur. Sizlerden herkes malını nefaka etmekte, cihada hazır olmakta, gece ibadet etmekte süslük ederse, bu zikri demekle süslüğü aradan gider. Subhanallahi velhamdülillahi ve la ilahe illallah ve allahu ekber ve la havle ve la kuvvete illa billahul aliyyul azim. Təsbihat ərбə əməl mizanını ağırlaşdırar. O bağiyat və salihatdandır. Odun qarşısında qalxandır. Yanmaqdan, batmaqdan, yırtıcılardan qoruyandır. Hər kəs hər namazdan sonra 40 dəfə bu zikri desə, Allah Teala istədiyi hər şeyi ona verər. 30 dəfə deyənin isə bütün günahları bağışlanar. Müsibət vaxtı Allah'ı zikr etmək. Ümmü Sələmə deyir ki, keçmiş ərim Əbu Sələmə bir gün Peyğəmbər sallallahu aleyhi və səlləmin yanından gəlib dedi. Həzrətdən elə söz eşitmişəm ki, məni şad edib. Həzrət buyurdu, hansı müsəlmana müsibət yetişərsə desin. İnna lillahi və inna ilahi raciun. Allahümme ağirni fi müsibeti ve hlufli hayra. Bununla da Allah Teala ona daha yaxşı bir şey əta eder. Yani o müsibət ki ona yetişib, o müsibətin əvəzinin Allah Teala ona verər. Ümmü Sələmə ərinin vəfatında bu zikri dedi və Peyğəmbər salavatullah onu səadət və nicat verməklə müjdələdi. Günah iş karşıya çıkarken insan Allah'ı yad etmeli, onu hazır bilmeli ve cefasından korkmalıdır. Bu zikir yukarıdaki 3 zikirden üstündür. Əsbəq İbn-i Nəbatə Ali aleyhisselamdan nəqlidir. Zikir 2 cürdür. Onun biri müsibət vaxtı Allah'ı zikir etməkdir. Bundan daha yaxşısı isə Allah'ın haram buyurduğu karşına çıkarken onu zikr etməkdir. Yəni o haramdan qorunmaq özü də bir növ zikirdir. Yəni onun savabı ona yetişər. Ardıcıl zikir. Həzrəti Peyğəmbər Əli əleyhissalama olan nəsihətlərinin birində deyir. Ya Əli, 3 şey var ki, ümmətim ona dözümlü olmaz. Öz malı ilə qardaşına kömək etmək, insanlara qarşı sədaqətli olmaq ve Allah'ı her bir halda zikir etmek. Zikir o değil ki, Subhanallahi velhamdülillahi ve la ilahe illallah ve allahu ekber diyesen. Əsl zikir odur ki, haramla üzləşəndə Allah'tan korkup onu tərk edərsən. Yani Allah'ı yanında bilib o haramdan uzaqlaşasan. Zikri tərk etməkdə təhdid. Herkes Allah'ı yad etmese bütün heyvanlardan aşağı olar. Çünkü heyvanlar ağla malik olmasalar da öz əməllərində zikirlə məşğuldurlar. Məgər görmürsünüzmü hər səhər xoruz necə münacət edir? Allah qəflətdə olanları fasik adlandırıb buyurur. Siz Allah'ı unudanlar kimi olmayın. Allah onları unutmuştur. Onlar fasikdirler. Yani kim Allah'ı unutsa Allah Teala da onları unutmuş kimidir. Peygamber salavatullah buyurmuştur. Her gün Allah Teala öz bəndəsinə buyurur. Ey mənim bəndəm, mənə qarşı insaflı ol. Mən səni yad etsəm də sən məni unudursan. Kur'an Allah'ı unudanları münafık adlandırır. Münafikler Allah'ı çok az hatırlayarlar.
Peygamber salavatullah yine de buyurup herkes Rabbini çok zikir etse Allah Teala onu dost tutar ve onun için içi beraat yazar. O cennetten ve nifaktan amanda kalar. İmam-ı Sadık aleyhisselam buyurmuştur. Allah Teala Musa aleyhisselama vahiy etti. Ey Musa, malının çokluğuna göre şad olma ve her bir halde benim zikrimi unutma. Çünkü malın çokluğu günahları unutturur. Benim zikrimi terk etmek kalbi berkidir. Peygamber salavatullah yine buyurup, insanların en hasisi odur ki, bir Müslümanın yanından geçerken ona salam vermesin. İnsanların en tembeli o kəslərdir ki, sağlam ve azad olduğu halda dil dodağıyla Allah'ı zikir etmesin. İnsanlar içinde oğru o adam sayılır ki, öz namazında səhlənkarlıq edir. O namaz köhnə paltar kimi bükülüb, onun üstüne çırpılar. İnsanlar arasında en cəfakar o kəs sayılır ki, yanında beni yad ederken, mənə salam göndərməsin. İnsanların en acizi ise dua etmeye aciz olan adamdır. Yani hatta dua da etmir. Varlıkların zikri 7 kat semada arada olanlar da onu zikredir. Yani 7 kat sema özü de ve onların arasında olanlar hamısı Allah Teala'nı zikredirler. Elə bir şey yoktur ki onu hamd etmekle zikir etmesin. Ey iman getirenler! Allah'ı çok zikredin. Onu seher ve akşam paçlıkla yad edin. Bütün yaranmışlar, hatta hayvanlar ve bitkiler de ağla malik olmadıkları halde onu zikir edirlerse, müminler ağıl ve teklif cihetten üstün oldukları halde onu çok zikir etmemeleri yaxşı değil. Deməli zikri terk etmek insanların ziyana düşmelerine sebep olar. İmam-ı Sadık aleyhisselam buyurmuştur. Hak budur ki kuruda ve suda olan her mülk yalnız zekatı terk olunan da məhvolar. Kuruda ve suda elə bir ov yoktur ki ovlandığı gün zikrini kamil etmemiş olsun. Çetinliklerin sebebi. İnsanların çetinlikleri iki cür olur. Onlardan biri şeriat bakımından çetinlik sayılır. Bu çetinliğe düşer olanlar zalimlerin zulmüne, düşmanların əziyyətinə dözməli, ona yetişen ziyanlar müqabilində səbir etməli, günahlardan çəkinməli ve maddiyattan uzak olmalıdır. O bunların hamısının imtihan olmasını bilməlidir. O həmişə çətinliklər müqabilində üzü gülər ve ürəyi şad olmalıdır. Siz malınız ve canınızla imtihan olunarsınız. Sözsüz ki sizden evvel kitap nazil olmuşlardan ve müşriklerden çoklu əziyyət görersiniz. Səbr edip təqvalı olun ki bu işlerin en yaxşısıdır. Başka növ çətinliklər də var ki insan özü İslam'ın gösterişlerinden üz döndərməklə onlara düçar olur. Yani İslam'ın qeyri-şər'i saydığı işlerle məşğul olar. İnsanların hakkını elinden almak kimi, haram əməlləri əmələ gətirmək kimi, zinanı, kumarı, zulmü yaymaq, dini ocaqları sökmək ve bu kimi işler bir oda benzer ki onu meydana getiren özünü de yandırar, başkalarını da. Belə şəxs həm dünyada başı bəla çəkər, həm də ahirətdə əbədi cəzaya düçar olar. Bunların səbəbi Allah zikrini terk etməkdir. Çünkü həmişə Xaliqini yad eden, şəriədə xilaf olan işlərə əl atmaz. Yəni Allah Teala həmişə onun yaddaşında, qəlbində olar ve Allah'ın xoşu gəlməyən əməllərə iqdam etməz. Hər kəs məni unutsa, onun həyatı çətin olar. Onu məhşərə kör gətirərik. O deyər, Pərverdigara, görən olduğum halda nə üçün məni məhşərə kör gətirdin? Ona deyərlər, belədir. Sənə ayələrimiz gəldikdə onları unuttun. Sən də bugün unudulmuşsan. Çünkü sən mənim ayələrimi dünyada görmədin. Yəni özünü görməməzliyə vurdun. Ona görə də bugün özün yani kör kimi oldu.
Bununla da bugünkü söhbəti də tamamlayıram. Allah amanında qalın. Allah hamınızdan razı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.